söhbət Atropatena adlı dövlətdən gedir və maraqlıdır ki, bu Atropatena adlı dövlətin nə zaman yarandığı haqda kim və nə vaxt məlumat verib ilk dəfə? Azərbaycan tarixi və Atropatena daxil olmaqla sözsüz ki, çox təhlil olunub, hələ 20-ci əsrdən əvvəllərdə. Amma konkret olaraq Atropatena adlı dövlət nə vaxt yaranıbdır? O, Sovet dövrünə qədər qələmə alınmırdı. İlk dəfə... Bilərəkdən. Ola bilsin, bilməkdən, yox. Hələ demərəm bilərəkdən. Amma əslində o mənbələr məlum idi. Kitabın müəllifi çox maraqlı şəxsiyyətdir. Kalisvendir bunun adı. Kalisven məşhur Aristotelin bacısı oğludur. Və Aristotel özü şəxsən İskəndərə məsləhət görür ki, Kalisven özündən aparsın ki, Kalisven onun tərcümə halını yox, bütün o hərbi yürüşünü təsvir eləsin. Bu da yazır ki, həmin şey yazır burada. Bu da yazır ki, Babili götürəndən sonra İskəndər getdi şimala. Və soruşanda ki, bu soruşur ki, şimal haradır? Deyirlər, birbaşa Azərbaycandır. Qeyd olunur orada, Azərbaycan adı. Bəli. Hətta Azərbaycanda ilk addımlarında rast gəldiyi toponimləri deyir. Toponimlər arasında bilsin hansılardır? Naxçıvanın müasir toponimlə yarısı oradadır, 50-cə qala daxil olmaq. Çox maraqlı məqamdır. Burada solda iki kitab yüzü görürsünüz. Biri Amyan Marselindir, böyük Roma tarixçisi 4-cü əsrdə yaşayan. Soldakı, solda birinci qırmızı. Qırmızı kitab. Ortadakı da o şrifti görürsünüz, o qədim Suriya yazısıdır. Kərkük şəhərinin tarixidir. Bunlar ikisi də eyni söz bəzi. Birinci 4-cü əsrdə, ikisi 5-ci əsrdə. İkisi də eyni sözü deyirlər. Deyirlər ki, Atropatena... Ora gələcək. İkisi də eyni şey deyir. Deyirlər ki, Asuriya imperiyası dağılanda Amyan Marselindir, Atropatena yaranıbdır. Kərkük şəhərinin tarixi isə deyir ki, Azərbaycan dövləti yaranıb. Deməli, biz artıq verifikasiya deyirlər ona. Yəni, biri o birisini təsdiqləyəndə verifikasiya deyirlər. Bunlar ikisi də bir-birini verifikasiya edirlər ki, bəli, Asuriya imperiyası dağılanda Atropatena ya da Azərbaycan adlı dövlət yaranıbdır. İndi sual olunur ki, nə vaxt olub bu? Bax, o nə vaxtda üçüncüsü deyir. O üçüncüsü də mixi yazıdır. Onun deməli rəsmi adı Yeni Babilon mixi yazılarıdır və onlar deməli 550-ci ildə təxminən tərtib olurlar. Orada bir mənalı olaraq deyirlər ki, öz təqvimləri deyirlər, amma müasir təqvimə keçirdənlər eradan əvvəl 612-ci ildə yaranıbdır, dağılıbdır. Atropatena. Yox, Asuriya dağılıbdır və Atropatena da yaranıb. Yaranıb. Bəli.